Polşada ən çox bəyəndiyin 5 dönər restoranı. Oy, Sapko 1-dir də məndə. Okay. Efes 2-dir. Okay. Çünki Efesi kebabdan başqa şeyini də bəyənirəm. Yemək Dönər kimi. rəsmi. Şey kimi, hə, yeməklərin. Tamlıq tamlıya getməmişəm, amma çox tərifliyəm. Mən tamlıya getdim. Düzdür, dönər yemədim, amma yeməyi çox qəşəngdir. Özü də porsiyası da böyükdür. Okay, yaxşı, onu da qatdım. Kebab King. Həqiqi. Yox bəzərəm. Bura başqa yoxdur. Bax, Sapko yandaşlar da okeydir. Mən sənin o ikisindən razıyam, ilk ikiliklə. Bir də ora tantuni əlavə eləyərdim. Amma sənin ora bir şəxsi fikrin var, onu bil. Ora bura çox dadlıdır. Doymuram. Hə, biraz orada Yəni ora gedib 60 zlot verib doymamaq ehtimalım var. Yes. Amma bəlkə də porsiyalar böyüdülər, bilmirəm. Tendur da okey. Təndur Krakovda. Hə, Qardaş, təndur bizdə Krakovda işdə hamı deyir ki, ora gedək. Bir sən niyə bura? Çünki yox. Yoxdur. Çıxmışdıq Krakovda yemək yeməyə elə belə kebab zat. Restoran ümumiyyətlə elə də yoxdur. Yəni orada baxıram sırf gələndən Krakovda yaşayanların şeyini, o falan restoran var gedək. Baxıram ki, yəni bu Varşavada getməyəcəyimiz bir restorandır deyir. Yəni amma Krakov standartlarının pikdir. İçində deməli İçində oldu Sapkodur. Sapko, Efes. Efes, tamlığını da qatıram sənə görə. Esnafı da qatıram 4. Tantunini də qatıram, amma Tantunini dadına görə. Acdım dedin. Dönər yeyəcəmsə Sapko. Sapko. Sən? Mən də səndən tamamilə razıyam. Yəni Sapkodur mənə görə də birinci. Amma işin yanındadır deyə çox getdiyim tadım. Çox bəyənirəm. Səndən bir dəfə getmişdik tadıma, qəşəng idi. Dönər yeyin, Ac qalmayın.